tamaşaçılar. Hoş gördük sizi. Dünən çox gərgin bir gün oldu bizim üçün. Çox gərgin bir gün oldu. Hal-hazırda da məhkəmə gedir əziz tamaşaçılar. Balaca qismət onu 9 il əvvəl verən valideynə, yoxsa ataya, ona baxan, mən ata deyəcəm, mən Mikailə ata deyəcəm, kimsə məni qınamasın, ata deyəcəm, yoxsa Mikailə veriləcək. Hal-hazırda məhkəmə gedir, Şəfiqə xanım hal-hazırda, bilirsiniz, mən xahiş etdim, Şəfiqə xanım bu işi öz üzərinə götürmək istəmirdi, çünki bizim, onun bu məsələdə baxışı tam fərqli idi. Məhkəmədən birbaşa Şəfiqə xanım bura gələcəkdir. Məhkəmənin nəticəsini biz biləcəyik. Amma söhbət kimdən gedir? Aytəkin, Mikail, kim idi? Qısa xatırlatmamız var, izləyək. Bu uşağı necə razılaşdınız? Şəfiqə xanım dediyi kimi, uşaq doğulmadan 3 ay öncə, hə? Razılaşmırdı, heç bir vaxt razılaşmırdı. İlk uşağı idi da onun? Yox, ikinci uşaq. İkinci uşaq. Birinci qız idi. Sonra necə oldu ki, razı oldu? Sonra mən başa saldım ki, orada da olur. Aramızda bir dənə çəpər var, belə, yaxınıq. Orada da olacaq, burada da olacaq, razılaşdırdım bunu. 6 yaşına kimi gəlib gedirdi. 6 yaşından sonra götürdülər uşağı, gəldilər Bakıya. Necə oldu ki, siz belə qərar verdiniz ki, bu uşağı siz götürəcəksiniz? Amma mənə həqiqəti danışın. Vallahi bizim 94'te evlenmişik, 17 yıl uşağımız olmuyor. Yoldaşım bana dedi, gel ya ayrılaq, ya belə bir məsləhət. Fəzailin, Rüfətin anasını, aramızda bir cədini setdə var. Çağırdı oraya, dedi ki, belə bir məsələ ortaya çıxartmaq istəyirik. Sizə də 10 gün vaxt veririk. Fikirləşin, bizə bir söz deyin. Biz də gözlədik 10 gün yox, 5 gündə bizə gəldilər qardaşım Ağdırlı ilə Rahilə. Gəldi önümüzdə də çay içdi, dedi, Allah fikrimizdə xeyir versin. Burada bu tərəf oturur, burada bu tərəf. İkisi də ağlayır uşağa görə. Bəs uşaq, uşağın mənafiyi, onu demirəm. Uşaq bəyəm əşyadır ki, buradan alınıb ora verilsin, oradan alınıb bura verilsin. Uşaq bir yerə öyrəşir, elmi? O deməli, onun uşaq bir adama ata deyir, ona nəvaziş göstərir. İsmət onları ata-ana kimi bilmir. İsmət mənimdir. İndi bir söhbət lazımdır. Mikail, mən bu tamaşaçıların qarşısında bir xahiş etmək istəyirəm. Yox, eləmə, xahiş deyiləm. Bax, qabağında diz çökürəm, ancaq xahiş deyiləm. Xahiş deyiləm. Bax, qabağında diz çökürəm. Amma Ana uşağını görmək istəyirsin, başa düşürsün. Gün uşağın üzünü bana göstermediniz. bu da 20 il Ben anamgildə qaldım. Ben kedin yatmışdım. Ben anamgildə qaldım. Uşağın qırğı çıxana kim belə mən uşağın üzünü görmədim, göstermediler bana. Mikail. Ne sənin üçün ağlıyor? Paramparça olan... Varsan gözleri yaşlı yavruna. Benim yalvarırım ne olur, benim hiçbir günahım yoktu, benim uşağımı bana qaytar. Mən uşaq qaytara bilmərəm. Şəfiqə xanım, bu işi götürün. Bu anada günah var Şəfiqə xanım. Amma o anadır. Hal-hazırda məhkəmə gedir əziz tamaşaçılar. Biraz sonra məhkəmənin nəticəsi açıqlanacaq illər sonra. Mənim üçün çox çətindir. Həqiqətən çox çətindir. Reklamlara ayrılaq. Bugünkü məhkəmə çox önəmlidir. Aytəkin üçün də, Mikail üçün də və ən əsası mən belə başa düşürəm ki, qismət üçün. Şəfiqə xanım verilişə görə gəlibdir uşaqlar, gəlsin, əgər gəlibsə. Şəfiqə xanım, öncə sizə təşəkkür edirəm. Siz istemediğiniz bir işi götürdünüz.
tərəfində olmadığınız bir qadının müdafiəsini öz üzərinizə götürdünüz. Hələ öz üzərinə götürdünüz deyə bilmərəm, çünki hələ ki fikirlərimiz haçalanır burada. Dünən mən gecə bəlkə sabaha qədər bu məsələni danışdıq Şəfiqə xanımla. Məhkəmədə, siz məhkəmədə oldunuz? Bir dəqiqə, niyə əl mikrofonu verək? Bizim səs rejissorumuz niyə görə bu məsələni həll etməyibdir ki? Yəni, mən məhkəmədə oldum, amma axıra kimi məhkəməni gözləyə bilmədim, çünki verişə gəlməliydim. Mən gəldim, amma nümayəndə qaldı orada. Nümayəndə qaldı orada, məhkəməyə gedir. Mikail məhkəmədə, amma mənim bildiyimə görə onlar qarşı tərəflər məhkəmədə olmayıbdır. Çünki bildiyimə görə Aytəkin həyat yoldaşı ilə buradadır. Hə, uşaqlar, Aytəkin həyat yoldaşı ilə buradadır. Yox, qarşı tərəf məhkəməyə gəlmişdi. Mən bilirəm, gəliblər ora, amma məhkəmədə onlar da olub. Yalnız nümayəndələr iştirak edib. Aytəkin və həyat yoldaşı gəlsin studiyaya. Çətin bir prosesdir Şəfiqə xanım. Ay. Qonaqların təqdimatı ilə verilişə başlayım. Şeyx Əbdülmahmud bəy əməkdar incəsənət xadimi, kino rejissor, eyni zamanda vəkilimiz Şəfiqə Nayeva, Vasif Akifli, Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının direktoru. Narınc Psixologiya Mərkəzinin direktoru, psixoloq Narınc Rüstəmova. Mikail İstəyirəm o görüntüləri təkrar Aytəkin də izləsin, Mikailin göz yaşlarını. Aytəkin, mən sənə açıq deyim, mən Mikailin tərəfindəyəm. İncilirsən məndən. Düzdür, sənin vəkili tutmuşuq. Bütün var gücündən xahiş etmişəm. Amma indi biraz sonra məhkəmənin nəticəsini də bizim nümayəndəmiz oradadır. Nümayəndə hal-hazırda məhkəmə prosesində nümayəndədir. Sizlər iştirak etmədiniz, bilirəm. Nədənsə mənə elə gəlir ki, mən böyük bir günah eləyirəm əziz tamaşaçılar. Amma digər tərəfdən də qarşımda övladı üçün 9 ildə ağlayan, bir səhvin qurbanı olan, qaynatanın, qaynananın, ərin qurbanına çevrilən bir Azərbaycan qadını var. Övlad həsrəti ilə parçalanan bir qadın. Məni qınayacaqsınız, mənə deyəcəksiniz ki, xoş qədəm. 3 ay idi hamilə idin, eləmi? Artıq qarşı tərəf bilirdi ki, 6 ay sonra doğulan uşağı. Amma gəlin belə bir məsələyə də yanaşaq başqa cəhətdən. Dünən hisslərimin mən qurbanı oldum burada. Dünən mən də Mikail'i müdafiə elədim burada. Düzdür, tamaşaçılar hamısı deyirdi ki, Aytəkinə çıxartmaq lazımdır verilişdən. Amma mən getdim evdə fikirləşdim, dedim hüquqşünas, vəkil hisslərin qurbanı ola bilməz. Düzdür, mən də uşaq evladımı istəyirəm, çox istəyirəm. Onun üçün, necə deyim, ömrümü belə hədərə verməyə, məhv eləməyə hazıram. Nəvələrimi istəyirəm, gedib onların gecə ayaqlarının altından öpürəm. Amma məsələ onda deyil. Siz indi mövqeyinizi Aytəkinə doğru dəyişdirsən? Yox, Xoşqədəm xanım, məsələ ondadır ki, o kişi burada biraz artistik elədi. İndi məni dinləyəcək, bir dəqiqə xahiş edirəm. Kişi 9 il Xoşqədəm xanım, özüm mənə dedim ki, müdafiə edirəm. Fikrimi deməliyəm. Ona görə mən ekspertlərimizə icazə verim, fikrimi deyim. Ona görə ki, kişi dəqiqabaşı diz çökməz. Kişinin qüruru olar, məmniyi olar. Mən xahiş edirəm, icazə verim, fikrimi deyim. Kişi diz çökməz. Bu hər dəqiqə diz çökür, hər dəqiqə sizin əlinizdən öpür, hər dəqiqə yalvarır, hər dəqiqə ağlayır.
o anadır. O ağlayırsa ürəyində ağlayır. Başa düşdünüz? Bir, ikincisi, ana kimdən asılıdır? Ərindən asılıdır. Əri onu verib, o verməyib. Onda deməli, onun o vaxt ailəsi də ağılacaqdır. Ay, Şəfiqə Bu insan ürəyi parok olan bir insandır. Bunun başına bu, o nə deyir? O deyir, vermişəm, yaxşı vermişəm. Axı, mən anıyam, cəzəvi üzün görəm. İnsan övladı üçün düşmənin də qabağında diz çökərsə, Çökmədi. Övladdan Çökmədi mi? O 9 il əvvəl vermişdi, amma Mikail 9 ildir, baxıb Axı, 6 il bir yerdə yaşayıblar. Ona görə də o dinmir. Bir yerdə, bir evin içində yaşayıblar. Amma görüb Burada bir qərəzli münasibətdə var. Xanımın birinci övladı da qızdır. Üçüncü, indi hal-hazırda 20-25 günlük qız övladı var. Burada biraz cinsiyyət ayrımını da görürəm. Yəni deyirsən, oğul olduğuna görə Oğul qız tərq eləmək. Mən məhkəmə dəqiqəyə xanım, qulaq as, bir dəqiqə. Mən qınayacaqlar, Şəfiqə qışqırır, Şəfiqə yenə belədir. Narinc xanım, sizin 2 qızınız olsaydı, oğlunuz olmasaydı və mən, laf sizi yox, özümü onun yerinə qoya bilərəm. Onlar uşağın cinsiyyəti bəlli olmayanda bu söhbətləri eləyiblər. Burada o istəyir ki, gündə qızı onun deyir ki, mən qardaşımı istəyirəm. Bunlar bir rolikə baxın. Xanım, bunlar bir yerdə yaşayıblar. Orada da vurğular. Bir yerdə yaşayıblar. Bir dəqiqə xahişəm. 6 il bunlar bir yerdə yaşayıblar. 6 il bu uşaq bu ananın yanında olub. Bu ana ona qulluq eləyir. Şəfiqə xanım, dünən Mikail, xahiş edirəm o təkrar gəlsin. Təkrar o xatırlatma gəlsin. Axı Mikail orada özü etiraf elədi ki, sən o uşağa süd belə verməmsən. Necə 6 il? Ay Şəfiqə xanım, siz axı deyirsiniz, siz dediniz ki, 6 il onun yanında qalıb, hə? Bəli. 6 il yanında qalıbsa, niyə uşağa süd vermədin? Niyə uşağa vermədin? kimiydi, aramızda çəpər Niyə var idi. uşağa süd vermədin? 40 gün mən anam evində qalmışam. Başa düşürsünüz, Niyə? mən çətin yatmışam. Məni anam saxlayıbdı. İstəyir çətin yat, istəyir asan yat. Uşağa süd verməmək nə deməkdir? Ay bana Onlar götürüb bir aparıblar. xəstə yatıb 40 gün bu adam. Bu adam görün evladını necə istəyir ki, 20 günlük uşağı, xanım bir dəqiqə deyəm. 20 günlük uşağı təzə anadan olub bunu. O 20 günlük uşağı o gün qarda çoğunda götürüb, gedib onun qapısına. Belə şey olur, o da onu heç qəbul eləmir. Mən evlad, oğul, qız qəbul eləmirəm. Evlad, evladdır, evladı ayırmaq olmaz. Xeyr, elə deyil. Yox, Buyurun, mən Vasif. razılaşmam ona. Sökən əlacsızlıqdan bunu eləyib. Bu normal bir haldır. Hər kəs ümidini bir yerdən itirəndə və ümid yerişin bu verişi görübsə, burada o uşağı özündə saxlamağa qərarı alıbsa, burada diz sökməyə çox normaldır. Əlacsızdır, bəli, 9 yaşında, bəli. Amma burada məsələ budur ki, siz özünüz o uşaq neçə müddətdə orada olan vaxtı, haradaydınız? Veriləndə sizin fikriniz, əgər ailənizi bərpa etmək üçün, mən keçən verişlərdə olmamışım, indiki sujetə baxdım, Şəfiqə xanım dediyi fikirlərdən bəzi şeylər götürdüm. Əgər siz uşağınızı istəyirdinizsə, ailəniz dağılması hansını olsa belə uşağı saxlayardınız yanınızda. Necə yəni? Ailəniz dağılması hesabına olsa, hər qadınlarımız getməlidir, boşanmalıdır. Valideynlər onun yerinə qərar qəbul eləyiblər. Başa düşdün, onun anası da, qızın atası da, qızın anası da, oğlanın atası da, oğlanın anası da, o birsilər bu yazının yerinə qərar qəbul. Başa düşürəm. Bunu adam yerinə qoyan olmayıb. Uşağına süd verməyib. Uşağına süd verməyib ana. Axı bu 40 gün bu yatıb ya qadın. Şəfiqə xanım, 40 gün bu xəstəxanada yaşayıb. 40 gündən sonra onun arvadı götürüb uşağı verməyib də. Axı deyir, mən 6 il bir yerdə yaşamışam. 6 il bir yerdə çəkər olublar. Bir evli olublar. Qonşu kimi gördüm, sakitləşdi. Məni sakitləşdirən nə oldu ki? Uşağıma bir o yedirdisə, bir mən yedirdim. İçimdə sızıldırdımsa, içimdə göynürdümsə, siz də anasınız. Məni başa Mən anayam, mən uşağımı kimsəyə vermənəm, xahiş Məsələnin edirəm. kökü budur, Xoşqədəm xanım. Ana evladını nəyin bahasına olursa olsun, barıdan gördüm nə deməkdir, hasardan gördüm. Barıdan görmürdüm, yox. O sizin evladınızdır. Siz hasardan necə baxa bilərsiniz ki, bir o yedizdirir, bir mən. Bu belə olmur. Siz doğmuşsunuzsa, siz böyütməli və siz dünyada onu saxlamalısınız. Necə yəni bir o yedizdirir, bir Elə mən? bilirsinizsə, ana deyə biləcək xanım, o uşağın 9 Uşaq ana yaşı var. demir, ya təkini sən onu istəyirsən, amma mən sənə deyirəm, o uşaq sənə ana Mən demir. görüm istəyirəm. Uşağımı 3 ildir görmürəm. İndiyənə kimi görürdüm. Uşağım yaşayır mı, Yenə yaşamır kimi mı? hasarlardan görürdünüz də ay xanım.
Vaxtında siz İndiyəli kimi bir evliydik, bir evli kimi kendisidir. Kim girdiyan? 2010, mən danışanda sən danışma. Danışsan mən danışmayacağım. 2013-cü ildən bu qız mübarizə aparır. 2013-cü ildən bu qız məhkəmələrdədir. Tovuz rayon məhkəməsi qadının xeyrini eləyir. Qəyyum himayəçilik komissiyası qadına verib uşağı. Sonra Gəncə Apellyasiya Məhkəməsi uşağı qadına verib ki, qadının demək xəbəri olmayıb, imzası yoxdur. Bəyən belə uşaq verirlər. Kim istədi götürdü uşağı kiməsə verdi. Uşaq özün bilsən vasitdir. Məhkəmə ilə, qəyyum himayəçiliyi ilə belə Bunlar olub inanıblar bir-birinə. Sonradan ali məhkəmə ləğv eləyib, qaytarıb dala, apellyasiyada buna qarşı eləyib, indi yenə ali məhkəmədir. Xoşqədəm xanım, inan məsələsi deyəndə Narıç Heç bir ananın əlindən uşağı almaq olmaz. Heç bir ana da uşağı kiməsə verməz. Ana verməyim uşağım. Uşağı ata veribdir. Uşağı ata, mən yenə deyirəm, mən uşağın anada qalmasının tərəfdarı olan bir insanam. Çünki anayam. Övladlarımı görməyəndə burada göz yaşı tökürəm. Amma Aytəkin incimə, bilmirəm məhkəmənin qərarı nə olacaqdır. Biraz sonra bizim nümayəndəmiz bağlantı olacaq. Amma şəxsən mən Mikailin yerinə olsaydım, eyni addımı atardım. Xoşqədəm xanım, onun üçün aparıblar. Çünki orada vurğulanmışdı. Hansı addımı deyim sizə, orada da vurğulanmışdı. Şəfiqə xanım, uşağımı verməzdim. Mikaila yaxşılıq eləyib ki, ailəsi dağılmasın. Qıraq yerdən uşaq götürməsin, bilmir ki, nədir, nədir. Onun əri, onun əri, onun da evin yıxıb. Başa düşdü. Şəfiqə xanım, əri ananın əlindən sevincini alır. Kaş ki, Mikailin uşağı heç olmayaydı, amma bugün gəlib 9 ildən sonra ürəyi paramparça olmayaydı. Yəni biz hər göz yaşına inanmalıyıq. Hər kimi bir çökməyinə inanmalıyıq. Taliyindən söhbət uşağın taliyindən geçsə də, gəlib ev istəmir, başqa vaxt deyirsiniz ki, başqa vaxt hamınız deyirsiniz ki, ananın əlindən uşağı almaq olmaz. Mən yenə deyirəm. İndi niyə belə deyirsiniz? İndi çünki haqsızlıq. Ana vermir uşağın. Ana heç kim uşaq görürəm, Mikailin yerində özümü görürəm. Bir söz demək istəyirəm, xahiş edirəm. Çox üzr istəyirəm. Deyin. Orada da bildirdilər ki, o qədər uşağa deyiblər, mən sənin ananam, xanım qəbul eləyə bilmirdi. Ona görə onlar uşağı götürüb çıxıblar ki, uşağın psixikası olmasın. Ona görədir. Biz belə çıxarmışıq. Ona görə ki, onun Bakıda qohumu var. Bakıda görə gəlişdirmirlər. Bakıda qəşəng evi var, ona görə də çıxıb gəlib. Xeyr, 6 ildə qəşəng ev yox idi onun. Nikah sadəcə 2 bir arasında qalmışdı. Dedilər, uşaq səni, sən də uşağı tanıyırsan. Xanım, bir dəqiqə kimi deyim. Daha çox üzmüş. Çünki siz onu vurğuluyordunuz ki, mən sənin ananam 6 yaşında uşaq mal deyil. Əgər verirsə, deməməli idi anası da. Əgər buradan Uşaq artıq o evdəydi. Ananın uşağının psixoloji durumunu nəzərə almasa, əgər o anaydısa təbii ki. 6 yaşlı uşağı çox gözəl vurğuladı Narınç xanım. Hər gün demək ki, uşağı öpmək, mən sənin ananam. O uşaq nə olar? Nə olar? Mən bax burada tamaşaçılara deyirəm, xahiş edirəm. Kameralarımız, göstərin tamaşaçıları. Bax, bütün studiyanı xahiş edirəm. Göstərin Qəmər xanım. Mənim sualıma cavab verin. Sizin rəyiniz hər zaman tamaşaçının rəyini əsas götürdüm mən. Hər zaman tamaşaçının rəyini əsas götürdüm. Öz şəxsi həyatımdan tutmuş iş həyatıma qədər. Sizə sual verirəm. Aytəkin haqlıdırmı? Kişilər deyir, yox. Əlbəttə kişilər deyir. Xeyr, kişilər yox. Burada qadınlar var ki. Əl qaldırsınlar, görünsün. Əgər atası veribsə, ananın nə günahı var? Nə günahı var ananın? Bir dənə məsələni demək istəyirəm. Bir dənə məsələni demək istəyirəm. Qısa. Mən xahiş edirəm, bir saniyə. Qadınlarımız, kişilərə müraciət eləmirəm. Şəfiqə xanım rast deyirsə ki, kişilərdir Mikailin tərəfini saxlayan. Ay, bu studiyada oturan qadınlar. Uşağınızı Aytəkin kimi verərdinizmi kiməsə? O vermir. Ay insanlar, ay hasardan izləyib, uşağının vermir. Onun əridir. Kənardan izləyib, deyir, bir o yüzlərində bilməyi bildirdim, rahat oldum. Rahat, elə ana rahat ola bilməz. Olmur da rahat olmur, görürsən Vasif. Rahat deyil. 9 adam 13-cü ildə. 13-cü ildə mübarizə aparır. Fikrinizə çox böyük hörmət edirəm, özünüzə çox böyük hörmət edirəm. Şəfiqə xanım, bilirsiniz niyə mən bugün bu sözləri deyirəm? Dünən sizin qarşınızda Aytəkin üçün diz çökən qadın mənəm. Yenə də sizin qarşınızda diz çökərəm ki... Amma diz çökür, Hayır, ona görə ki,
Məni bura ekran çıxardırsınız. başında oturan qadınlar var. Sabah Aytəkinin həyatını yaşaya bilərlər. Mən onlara demək istəyirəm ki, uşağınızı verməyin. Verməyin. Mən hər Aytəkin kimi qadın üçün hansısa vəkilin qarşısında, hansısa ekspertin qarşısında diz çökməyəcəm ki, siz də gələsiniz bura. Etməyin elə. Uşağını vermə. Xahiş edirəm, yalvarıram, bana qulaq asın. Mən sizə qulaq asıram İndiyənə xanım, sizi müdafiə edirəm mən, başa düşürsünüz. Amma ekran başındakı qadınlara deyirəm sözünü. Bax, indiyənə kimi qapı bir qonşu kimi olmuşuq. Yoldaşım bilir, qaynadama, bax boynuna da alır. Mən heç bir vaxt uşağı vermirəm dedim. Yenə sakitləşdim, razılaşdım. Çünki bir yerdəyik, hətta uşağımın bir yaşını, ad gününü belə birlikdə qeyd eləmişik. Yoldaşımın köməkliyi ilə, onların da köməkliyi ilə. Bir yerdə böyümüşük. Mən niyə iddia qaldırdım? Mən niyə evə qalxdım? Uşağı götürlər də dedilər, gedin məhkəməyə verin. Allah sizə versə, sizə bana versə, bana xeyir versin. Mən yalvardım onlara, hətta sıraha gün belə körpə uşaq qucağımda yalvardım onların qabağına keçdim ki, məni uşağımdan ayırmayın, uşağımı görüm. Eləcə sadəcə olaraq uşağımı görməyin. Özünüz ayrılmışsınız. Siz özünüz zamanında. Açık Türkiye. Mən verməmişdim. O değil ki cinayetler oturup orada. Kızarmanda dur, ben diyeceğim. Qalxın ayağa. Yalvarıram burada bütün bencəmicilərlə. Bir saniyə, qalxın ayağa. Mərtəbə, qalxın ayağa xanım. Qalxın ayağa, qalxın ayağa, qalxın. Qalxın ayağa. Qalx ayağa Aytəkin, qalx ayağa. Qalx, özü yıxılan ağlamaz, otur. Yıxılmayıb, onu əri yıxıb. Özü yox. Şəfiqə xanım, ərdən boşanardı. Bəli. Ayrılar boşanardı. Sırası boşanardı. Nə yaxşıymış boşanlar? İki uşaqla mən ərdən çıxıydım, eləmir. Aytəkin xanım. Yaşayıram, mən başa düşürəm. Aytəkin xanım, indi biraz sonra Tünzalə xanımı çağırıram bura. Öz evladını uşaq evinə, gəl bura Tünzalə. Mən uşağı burada fikirləşim. Çünki mən... Sənin evladını əlindən asıydılar. İnan ki, həyatı boyu belə danışmazdı. Gətirmişəm, ateşim buradadır mənim qızım. Mənim qızıma yoldaşım qışları tutulanda dedi ki, mən sənin atan deyirəm, atan anan odur. Başda da ağladı ki, ata, mənim atam anam süzsüz. Ağladı zülüm. Mən o uşağı fikirləşirəm. Yoldaşıma xahiş elədim ki, gəlin bir yerdə qalaq, baxıbsam uşağıma, ömrümün axırına kimi baxacam. biz onunla nəfəs alırıq. Deyirsiniz mən anlamam. Hayır, yeni dedim. Ben onunla... Özünüz deydiniz. Keçən səfər verişdim, mən öz qulağımla uşağı doğmuşam. Xanım, belə amma siz bunu yazığınız gəlsin o uşağa. Bir saniyə, bir danışaq. Mən bilirəm, çox gərgindir. Ekran başında əyləşən yüzlərlə tamaşaçı bizə yazır, yüzlərlə tamaşaçı etirazını bildirir Aytəkin sənə. Mən yenə deyirəm, mən ananın tərəfindəyəm. Sonuna qədər də gedəcəm. Bugün məhkəmənin qərarı nə olur? Xeyr, mən Şəfiqə xanım, siz məni neçə ildir tanıyırsınız? Filan şey filandır. Şəfiqə xanım, neçə ildir məni tanıyırsınız? Mən çoxdan tanıyıram. Çoxdan, 2010-cu ildən siz məni tanıyırsınız. Bəli, ilk dəfə Mən vicdan əzabı ilə burada dayanıb Aytəkinin tərəfindəyəm hal-hazırda. Amma mən bilirsiniz niyə bu sözləri deyirəm ki, Aytəkin düzgün eləməyib. Ona görə bunu deyirəm ki, Şəfiqə xanım, mənim uşağımı əlimdən alıb əmisinə verən əli ağlı atardım. Şəfiqə xanım, Şəfiqə xanım verir. Ki, ər qərar versin təkrar. Bəli, ər verib də. Rayon yerində qərar alır. Gedərdi qonşuya ki, mənim uşağımı alıb verirlər. Ana illərlə hasardan uşağının başqasını Nədən danışırsınız? Siz bugün 9 yaxşı uşağın həyatını darmadağın edirsiniz. O məhkəmənin nə qərarı olursa olsun. Başqadan bir dənə bunu deyim. Öz doğma evlatlarımızın uşaq bağçasını, təhsil kurslarını, orta məktəbin yerini dəyişəndə nə qədər stress keçirdirik ki, uşaq yeni mühitə alışa bilməyəcək. Müəlliməyə verdi ki, bu gün o uşaq ailədən alıb bu ailəyə verirsə, o uşaq hansı şəxs olaraq böyüyəcək? Bir dənə qulaqasın var. O normal bir vətəndaş kimi böyüməyəcək. Şəxsiyyətimiz Bir dəqiqə xahiş eləyirəm. Bura gedir, qadın evindən qaçır. Gedir Türkiyədə, Dubayda gəzir, uşaqları qalır. Qayıdır, gəlir, bir dəqiqə xahiş edirəm danışma. Qayıdır, gəlir, siz deyirsiniz ki, uşaqlar ananındır və anaya da verilməlidir. Yenə deyirəm. Niyə?
Hele bir qadına uşaqlar verilir. Amma hansı ki qadının başına əri oyun açıb, qadını bədbəxt eləyir. Bu qadın rəzalətin qurbanı olub. Bu qadın rayon yerində hüququ tapdalanıb, düz demirəm. Bu qadın sayılmayıb, qadın kimi sayılmayıb, ana kimi sayılmayıb, heç kim kimi sayılmayıb. Uşağı əlindən alınıb, verilib başqa adama. Bu birisi də artistlik eləyir burada. Kişi xeylağı, bəli, xoşunuza gəlmədi, üzünüzü gördünüz. Xoşunuza gəlmədi. Buyurun, Səfər müəllim biraz geri çəlir. Səfər Alışarlı, bizim yazıçımız, gözəl insan. Buyurun. Görüb gedirsiniz ki. Şəfiqə xanım. Kişi orada diç çökür, sizin əlinizdən öpür, diç çökür, ağlayır, ona inanırsınız. Amma uşağı qarnından çıxardan, Faruk qadına, ürəyi Faruk qadına. Bugün burada gəlib ki, xəstəliyin heç bir aidiyyatı yoxdur. Dünən amma siz tam təkli deyirdiniz. Təkli deyirdim, mən dedim ki, mən hisslərimin qurbanı oldum. Yalandan o kişi orada artistlik elədi, mən də inandım. 9 yaşlı uşağının tərəfi. Ne olsun 9 yaşlı? Məgər dünyaya gətirən mi anası? Uşaq baxandı, mənə görə valideyn Şəfiqə xanım. Bütün tamaşaçılara deyirəm, bilin, uşağı dünyaya gətirmək hələ analıq deyil. Uşağa baxandı ana. Mikail'dir o uşağın atası, İncimə qardaşım. Mikail'dir. Amma sizin tərəfinizdə uşağın alınıb anaya verilməsini istəyirəm. Amma böyük bir günah eləyirəm. Bağışlasın Allah məni. Şəfiqə xanım, deyirsiniz ki, Türkiyədə, Dubayda və yüngül həyat səhvli həyat tərzi yaşayan analar həmin Xoşqədəm xanımın səyinin nəticəsində elə həyat tərzi yaşayan ananın birinin evladı bugün bizim sığınacaqda söhbət etmirədən gedir ki, ana səhvli həyat. Xoşqədəm xanımın yanında olan biri burada. Neçəsi axtarılır. Geliyor uşaqları gətirdi. Atıblarda nə fərqi var ki? Mən dinləyirəm. Mən də dinləyirəm. Qanunvericilikdə də var ki, ananı 3 halda uşağından məhrum eləmək olar. Yüngül həyat tərzi yaşayırsa. Özünüz bilirsiniz, bunlar mən deməyimə ehtiyac yoxdur. Amma bu gün ana özü bilərəkdən evladını verir və özü də izləyir bunu kənardan. Özü dilir. Yox, bilərəkdən verməyib. Ata verib, amma izləyib ana arxada. Hüququ yoxdur. Hüquq aldadılmışdır. Ayrılandan sonra niyə öz ansar kənarından izləyirdi bunu? Ay qardaş, niyə verirdin? Niyə qərəzli mövqe tutursunuz, mən bilmirəm. Verməyib uşağı. Mən heç bir mövqe tutmuram, mən fikrimi çatdırıram. Nə fikirləşirsiniz? O uşaq sizcə sizin yanınızda necə olacaq? Və bugün gətirdiniz, apardınız evə bu uşağı. Uşaq deyəcək, salam, mən sizə bu vaxtacan əmi deyirdim, indi atamıymışsan, indi anamıymışsan. Nə fikirləşirsiniz? 2 aydan sonra, mən söz deyirəm, 2 aydan sonra gəlsin, qalsın bizim yanımız. 2 aydan sonra. Xahiş edirəm, biz bir danışaq, bir danışaq. Lardan xahiş edirəm, sakitlik. Şəfiqə xanım, xahiş edirəm. Mən bir saniyə, Narınç xanım, bircə saniyə. Mən tamaşaçılarımdan xahiş edirəm. Sakitliyə riayət edin. Olar, verilişimizi pozmayın. Buyurun Şeyx. Səfər bəy, üzr istəyirəm. Siz belə hadisəni güya bilmirsiniz ki, dəfələrlə qardaş uşağın qardaşa verib, əmi uşağı əmsinə verib. Belə hadisə olmur. Bu cəhalət deyil. Bu eybəcər müsəlmançılıq deyil. Cinayətkar oturub orada uşağı alıb verib atasına. Kişi kultu var da bu milletin mentalitetində. Kim verib də su verib də əmsinə verib. Verib, başqa yerdən gedib götürərdi. Bardan götürərdi. Bugün götürmək verib. Bu müsəlman ailələrində. Ana verməyib uşağı, başa düşürəm. Nədir? Ana verib, ata verib. Ana uşağını istəyir. Və bu ikiniz də buna cavab deyirsiniz. Sən indi ananı mağdur göstərib özündən Narınç xanım, xahiş edirəm, bir danışın. Lütfən rica edirəm sizə. Hansı müsəlman əyalətdə, hansı müsəlman, hansı Azərbaycanlı ailəsində belə bir şey var ki, kişi deyir, ər ona qulaq asmır. Belə şey var, cəhalətdir da, mühümmatı içindəsiz da. İndi o qardaş oturub orada səsi çıxmır. Sən eləmişsən, qardaş. Niyə bu xanım atmış ortalığa, qalıb ortalıqda falan? İndi sənin əmin yaxşı kişidirsə, Allah onun bəlatasına rəhmət eləsin. Çox sağ ol ki, qayğı göstərib, diqqət göstərib, məhəbbət bağlayıb. O yüzden mənə kimi xəstə dələyəqası bir gün sabah dünyasını dəyişsə, uşaq qalacaq ortada. Yaxşı, əgər əmindirsə, indi razılığa gəlin də, Mən demişəm. Mən demişəm onu. Neçə də o razılaşmır onu. Niyə razılaşmır? Razılaşmır. O sənin problemin, sənin əmindir, sən eləmişsən ağsaqqalığı. O qadın əgər o uşağı verməsəydi, sən onu boşayacaqdın. O insan deyir, uşaq biraz obyektiv olun, biraz insan olun.
Biraz Mən maariflənək, demişəm. biraz dünyaya baxaq. Belə şey ola bilməz axı. Qapısına kimi getmişəm, mən razılaşmıram. Getmirsən, demək düz getmirsən. Gəlin, baxın, Şəfiqə xanım deyir ki, o kişi artistlik eləyibdir burada. Ki, mən Şəfiqə xanımın əleyhinəyəm. Çünki o kişi artistlik eləyə bilməz. O görüntülər, o süjet yığdığınız o xatırlatma Şahin, təkrar verin. Qoy tamaşaçılar baxsın. Səfər müəllim, siz də baxın. Söhbət nədən gedir və kimlə gedir? Təkrar baxın. Necə? Bu uşağı necə razılaşdınız? Şəfiqə xanım dediyi kimi, uşaq doğulmadan 3 ay öncə, hə? Bəli, elə olmuşdu. 6 yaşına kimi gəlib gedirdi. 6 yaşından sonra götürdülər uşağı, gəldilər Bakıya. Necə oldu ki, siz belə qərar verdiniz ki, bu uşağı siz götürəcəksiniz? Vallahi. Amma mənə həqiqəti danışın. Vallahi bizim 94'te evlenmişik. 17 yıl uşağımız olmuyor. Yoldaşım bana dedi, gel ya ayrılaq, ya belə bir məsləhət. Fəzailin, Rüfətin anasını, aramızda bir cədini setka var. Çağırdı oraya, dedi ki, belə bir məsələ ortaya çıxartmaq istəyirik. Sizə də 10 gün vaxt veririk. Fikirləşin, bizə bir söz deyin. Biz də gözlədik 10 gün yox, 5 gündə bizə gəldilər qardaşım Avdırlı ilə Rahilə. Gəldi öyümüzdə də çay içdi, dedi, Allah fikrimizə xeyir versin. Burada bu tərəf oturub, burada bu tərəf. İkisi də ağlayır uşağa görə. Bəs uşaq, uşağın mənafeyi, onu demirəm. Uşaq bəyəm əşyadır ki, buradan alınıb ora verilsin, oradan alınıb bura verilsin. Uşaq bir yerə öyrəşir, elmi? O deməli, onun uşaq bir adama ata deyir, ona nəvaziş göstərir. Qismət onları ata-ana kimi bilmir. Qonşu kimi Qismət bilir. mənimdir. İkinci bir söhbət lazımdır. Mikail, mən bu tamaşaçıların qarşısında bir xahiş etmək istəyirəm. Yox, eləmə, xahiş deyiləm. Bax, qabağında diz çökürəm, ancaq xahiş deyiləm. Xahiş deyiləm. Bax, qabağında diz çökürəm. Amma Ulan uşağını görmək istəyirsin, başa düşürsün. Bir gün uşağın üzünü bana göstermediniz. bu da 20 yıl Ben anamcılda kaldım. Ben çetin yatmıştım. Ben anamcılda kaldım. Uşağın kırığı çıkana kim bana ben uşağın yüzünü görmedim. Göstermediler bana. Artistlikdir Şəfiqə xanım. Uşağını izləmək artistlikdir Ona Şəfiqə görə ki, xanım. insan nə qədər qəddar ola bilər ki, ana hansı ki hüququ tapdalanır, əzilib, uşağın, necə yəni, qadın dünyaya uşaq gətirir, zülmlə gətirir, o xəstə olub, 40 gün yatıb pasteldə. Onu, o gətirib uşağı veriblər 40 gün ona, yatmasın. bir dəqiqə. İndi bu adam bu uşağı ona göstərməmək üçün qaçıb gəlib Bakıya. Sən dik çökürsən onun qabağındakı Xoşqədəm xan. Bəli, mən barışıq istəyirəm. Mən uşağa görə, Göstər, dedik, qətiyyən göstərmir. Şəfiqə xanım, mən bu dəqiqə nə Aytəkin maraqlandırır məni, nə də Mikail. Məni də, Məni məni 9 də. yaşlı uşaq Məni maraqlandırır. də. Psixologiyası pozulacaq. Məni İki də ailənin maraqlandırır. arasında qalıb. Futbol topu kimi oradan ora, buradan bura atılacaq uşaq maraqlandırır məni. Xahiş edirəm, anlayın. Bəlkə də bu dəqiqə mənim fikirlərimi bir mənalı qarşılamır tamaşaçı. Bəlkə də indi tamaşaçılar məni qınayır ki, niyə görə Xoşqədəm Mikailin tərəfini tutur. Mən Mikailin tərəfini tutmuram. Mən istəyirəm o uşaq analıqlıq verilsin. Bütün hallarda mən barışığın tərəfindəyəm. Çünki Bir ailə, bir nəsil, bir soy, bir kök deyilsiniz, düşmən deyilsiniz ki. Əmindir da sən. Bu nə təcavüz, bu nə qəddarlıq, bu nə Allahsızlıq. deyirəm ki, müharibə edən ölkələr bir masa arxasına gəlib. Amma bir nəsil, bir araya gələ bilmir. Dünən mənim atamın təzyiqi qalxıb da deyir ki, ay qızım, orada bir ağsaqqal yaxınlaşsın, lazımdır deyir, mən də gedərəm. Gedək deyir, o Mikailin qapısına, deyək ki, ölkələri bir ölkəyə, bir millətə 100 minlərlə ziyan dəyir, insanlar ölür, axırda gəlirlər bir masa arxasında əyləşib bir razılığa gəlirlər. Yaxşı, bu uşaq nəsildir, bir nəslin nümayəndələri niyə bir-birinə, axı nə baş verir əzizlərim? Nə baş verir ki, biz bu qədər qəddar olmuşuq, biz bu qədər amansız olmuşuq, biz barışığı niyə görə özümüzdən uzaq tuturuq, niyə bir-birin paxıllığını çəkirik, niyə bir-birə zərbə vurmağa çalışırıq, niyə bir-biri incitmək istəyirik. Görmürsünüzmü dünyada baş verənləri? Axı nə baş verir? Nə? Düz deyəcəm, mən həmişə obyektiv olmuşam. Yox, bu birisi kişidir. Onun qəddarlığını görürsünüz.
Bax, o atanın, Aha. Aytəkinin ərinin. Gözündən bir yaş damcı yaş çıxmır, mən vermişəm. Qəhrəmanlıq eləyir elə bil ki, bu mən verib. Qadının hüququnu tapdalayıb, ananı gözü yaşlı qoyub, xəbəri olmadan, razılığı olmadan, uşağı verib özləri mən vermişəm. Sən vermişsən, onu o günə qoymuşsan da, sən verib vermişsən. Niyə bəyəm qadınların hüququ rayonlarda tapdalanmalıdır, kəndlərdə niyə tapdalanmalıdır? Elə aldadıblar. Ana 40 gün şokda oldu, 6 gün şokda oldu, 6 ay xəstə oldu səhəti. Ana özü mən o söz toxunu be. Bir gün o dizdirəndə, bir gün mən dizdirdim, Hasan Şənardan Ana da qol çəkib verərdi də. Birincisi verilməməlidir. Ana verərdi də, imza eləyərdi, verərdi ana da. Uşaq oyuncaq deyil. Vermişsinizsə almayacaqsınız. Buyurun Səfər müəllim. Çox, həqiqətən də çox həyəcanlı bir vəziyyət yaranıb. Mən başa düşürəm, tamaşaçıların əsəbini, tamaşaçıların bu dəqiqə əsəbləri cilova çəkilib, bunları anlayıram. Xahiş edirəm, ekspertlərimizə imkan verək danışsın. Xahiş edirəm. Çox həyəcanlı bir vəziyyətdir. Bu iki ailə arasında doğrudan da gərginlik yaranıb. Yəqin ki, onlar bu addımı vaxtilə atanda heç zaman bugünkü günü gözlərinin qabağına gətirib və bunun verəcəyi fəsadları təsəvvür edə bilməyiblər. Sadəcə istəməyiblər, yox, sadəcə bunu təsəvvür edə bilməyiblər. Mən belə başa düşdüm ki, xanım o vaxtı xəstə olub, uşağa, necə deyərlər, öz canı hayında olub, uşaqla bir o qədər... 40 gün olub amma bu da, 40 gündən sonra hər şey bitibdir də. Bəli. Səfər mənim 40 gün ana öz canının hayında olub. Uşaq verilib yad ailədə deyil, onların öz ailəsidir. Bu uşaq hər iki ailə üçün... Bir saniyə, bir saniyə. Bu uşaq hər iki ailə üçün böyük bir sevinç mənbəyidir. Bunu dərk eləmək lazımdır. Və bu uşağı sevərək, onu hər iki ailənin övladı kimi böyütməyi bacarmaq lazımdır. Siz onu çalışmayın ki, götürəsiniz, bu bizim uşaqdır, biz onu heç kimə vermirik. Demişəm mən. Amma o ailə, mən belə başa düşüm, uşaqsız ailədir. Siz onları da biraz başa düşün. Onlara da qarşı güzəştə gedin. Baxmadığınız uşağı böyüdüblər. İnsaf ver. Allah var Allah var başımızın üstündə. Lütfən. O uşağın bir ata-anası yox, iki ata-anası olsun. Özü də böyük xoşbəxtlikdir. Mən elə gəlir ki, sizə də bu bir sevinç bəxş edir. Biz bunu deyirik. Mikail Şəfqə xanım, İsrail məhkəmədə də dedi ki, mən uşaq onu... Bir saniyə. 6 il bir qapıda bir qonşu olublar, amma böyük incikliklər var. Çünki xanım iki arada tirəlik yaradıb. Sadəcə burada... Bir dəqiqə. Bir sual verim Aytəkinə. Aytəkin, siz axı nə etdiniz ki, uşağı sizə göstərməyə razı olan Mikail birdən-birə dedi ki, mən uşağı göstərmək istəmirəm sizə. Axı nə etdiniz siz? Biz heç nə, biz Gürcüstanda müalicə götürürdük. Uşağa qarşı müalicə elətdirirdik. Gürcüstanda... Yəni sizin övladınız olmurdu? Bəli, var idi, sonra olmadı evladımız. Gürcüstanda diaqnoz Allah qoyulanda... cəzalandırıb da sizi. Diaqnoz qoyulanda ki, sizin həkimlərin səhlənkarlığı ucbatından deyəndə ki, sizin uşağınız olmayacaq, uşağı götürdülər, apardılar məndən. Mən də böyüklərimizi çağırdım, yığıldım, qaynatam yığıldı. Mən görmədim, mən Gürcüstanda əməliyyat olmuşdum. Gürcüstanda mən əməliyyat olmuşdum. Gələndə uşaq yox idi, uşağı götürüb aparmışdılar. Mən ailəmlə birlikdə zeyt çaldırdım oraya, qaynatam gəldi, anam zeyt çaldı ki. Demək ki, sizin övladınız olmama xəbərindən sonra... Aytəkin, Mikail ne? Mənim bu dəqiqədə evladım var, olacaq da. Bir saniyə, bir saniyə. İndən sonra neçə evladım olur olsun, insanın 10 evladı olsa belə evladından keçərmi? Mənim necə vermək lazımdır, bizə yox. O sual sizə verilir. Mən o sualı sizə... Mən heç verməmişəm. Mən verməmişəm. Qardaşım. Sizə veririk. Mən vermək olarmı atamız? Sizə veririk. Olarmı vermək? Bizimkilərin nə İllərlə bala həsrəti biz dünyaya gətirə bilərsən. Amma gecə-gündüz gözünün nurun verən ana, anadan soruşmuşsan. Sən inanırsan, heç bir ananın gözünün qabağına bir başqasına ana deyib onun boynuna sarılmaq. Sən bilirsən də hər gecə izləmişsiniz, bayaq özünüz izlədiniz ki, mənim evladımı bir gün o izdirdi, bir gün mən özünüz sevərək bu səhnəni izləmişsiniz. 9 ildən sonra deyirsiniz ki, heç bir anaya rahat deyil ki, o evladı başqasına ana desin. Bir saniyə, burada ekspertlərin tutmadığı bir məqam var dünən. Mikail dedi, bəzi məqamlar var, mən efirdə açmaq istəmirəm. Nədir o məqamlar? Bilmirəm, özündən soruşsun. Nə eləmişsiniz ki? Biz heç bir şey.
Xeyr. Açığım deyim mən. Almısınız? Xeyr, heç bir vaxt. Gəlin araşdırın da, xahiş edirəm. Onların Belki o nə qamı deyir ki, pulu alır. Xahiş edirəm. Onların evlərini gəlin baş çəkin. Bizim evimizdə də baş çəkin. Mən heç kimdən uşaq almamışam. Necə? Dünən ki, 10 gün müddətində vaxt verilib ki, siz fikirləşin, uşağınızı bizə verəcəksiniz. Bu yazıq hara qalx verirdi, bu balnisada yatırdı. Yox, uşaq doğulmamışdan əvvəl 3-cü ayını Atalarından uşaq soruşmayıblar. Mənim valideynlərimdən soruşmayıblar. Bir dəqiqə, gəlin məhkəməni. Mən istəyirəm burada dayandıraq. Dayandıraq burada. Mikail özünü çox pis hiss edir, əziz tamaşaçılar. Mən Mikailin heç kimsə, qurbanım, söz verəcəm sizə. Deməli, mən istəyirəm ki, hamı bilsin. Yəqin ki, tamaşaçılar dünən mənim, açıq sizə deyirəm, mən Şəfiqə xanımın qarşısında diz çöktüyümə görə atam tərəfindən çox tənqidlər aldım. Ki, qızım, sən böyük haqsızlıq edirsən. Mən müdafiə eləməyim, nəyimə lazımdır? Mənə atam izah elədi ki, bəli, ola bilər ki, o qadın uşağı dünyaya gətiribdir. Amma 9 il övladı kimi baxan bir kişinin əlindən o uşağı alıb verəndə Allah qarşısında nə cavab verəcəksiniz? Hansı günahı daşıdığınızı bilirsinizmi? Mən ona görə, Aytəkin, mən bütün hallarda uşağın sənin yanında olmasını istəyirəm. Mənə xahiş edirəm, cavab vermə. Amma mən istəyirəm ki, necə eləyəcəm, sizi alqışlayacağım. Mən sizi alqışlasam, sabah ekran başında olan analar hamısı sizin addımınızı atacaqdılar. Mən bunu edə bilmərəm. Mən sizi müdafiə edirəm, amma ana olduğunuz üçün də müdafiə edirəm. Ancaq ekran başındakilara demək istəyirəm ki, əgər söhbət bu verilişlərin maarifləndirici veriliş olduğundan gedirsə, mən deyirəm sizə ki, sizi Aytəkinin taleyi gözləyə bilər. 9 ildən sonra çıxıb buralarda göz yaşları tökərsiniz, məhkəmə qapılarında qalarsınız. Siz qalın. Çox ağır bir ifadə deyəcəydim, demirəm. Qalın oralarda, amma düşünün ki, siz o uşaqlara necə zərbə vurursunuz. Çox gözəl Narınç xanım dedi, Vasif dedi. Siz bilirsiniz o uşağın həyatı necə olacaq? Siz bilirsiniz 9 yaşlı uşaq məktəbə gedir, dostları var, həyat var. Siz bunları başa düşürsünüzmü? Ona görə səni tənqid eləyirəm. Amma uşağın ananın yanında olmasının ana kimi tərəfdarıyam sadəcə olaraq. Mən məhkəməni yox, barışığın tərəfindəyəm. Barışığın. Olmayacaq. Barışıq olmayacaq. Ona görə ki, Mikail barışığı istəmir. Şəfiqə xanım, olmayacaq deyilən bir şey yox. İşin içində mənəm axı. Mikail barışığı istəmir. Olmayacaq barışıq. Bir, mən də tamaşaçılara deyirəm. Bəlkə də məni qınayırsınız, əziz qadınlar. Amma heç kim bu Aytəkinin vəziyyətinə düşməsin. Ona görə ki, Aytəkinin əri Aytəkini kölə vəziyyətinə salıb. Aytəkin sayılmayıb. Uşağı dünyaya gətirən Aytəkini xəstəxanaya qoyub, uşağı alıb aparıblar. İndi mən deyəcəm ki, belə deyəsiniz ki, sonradan mübarizə aparıydı. Sonradan mübarizə odur ki, Aytəkinin uşağı, Aytəkinin anası, Aytəkinin atası, ərinin atası, ərinin anası, əri tərəfindən verilib. Aytəkin heç kimdir. Rayon yerlərində, kənd yerlərində qadınlarımızın başqa taliyə keçməliyəm. Məhkəmədən bizim nümayəndələrimizlə əlaqə saxlayın. Şahin, nə oldu? Nə oldu? Hansı nəticə oldu? Şeyx, buyur. İstəyirəm, belə bir zərb məsəl var ki, ən yaxşı Hasan özgəsinə məsləhət verməkdir. Amma biz şəxsən xahiş edirik ki, əgər mümkündürsə, söhbət doğma bir ailədən gedir, bir soyadda olan ailədən gedir. Və həmin o uşağa xatir, bizim o gələcək gözəl balamıza xatir, bir araya gəlin, razılaşın, barışın. Dəlillik tərslik eləmək mühüm deyil. Onsa bir Xoşqədəm xanım dedi, milyonlarla qırığına səbəb olan müharibələrin daxili gəlir barışının. Şeyx, çox gözəl bir söz var. Deyir ki, öfkə ilə qalxan zərərlə oturar. Bəli, ona görə kişi, bax sən ağsaqqal kişisən, maşallah yaşlısan, böyük əmirsən falan. Nədir səndə bu agresiya? Nədən da? Nədir bu kin? Nədir bu ego? Nədir bu kin? Bu küdurət. Uşaq da sizindir da, uşaq sizin balozdur da. Uşaq. O kişi... Onda olmuş olsa da icazə versin, bu da görsün. Bəli də görsün. Vermir axı. Bir araya gəlir. Uşağa bilirsiniz niyə vermir? Ona görə ki, icazə vermir ki. Niyə vermir?
Çünki bu ana deyəcək ki, sənin anam mənəm, uşağı çevirəcək o ailəyə qarşı gəl etirafa. Demişəm, mənim uşağıma əziyyət sağlıq çəkib saxlayıbsa amma ömrümün axırına kimi bir bala kimi demişəm. Oturaq yığılaq elə bilsin ki, oğlumdur. Yoldaşım deyir, məni götürsün evlatlara. Bir yox, 3 uşağımla gedirəm uşağı. Nə deyək ki? Abdullah oğlu yox, Mikail oğlu. Bu Azərbaycan xalqı üçün göstərici deyil. Belə şey yoxdur. Əksinə cəmaat qardaşlı balası üçün, əmsili uşağı üçün üzr istəyirəm, itinin qurt dayısının canını verir. Bu nə deyən şeydir ki? Bu nə ailə, bu nə göstəricidir qardaş? Get əminlə, bax belə Xoşqədəm xanımda, laf biz damımız yığılaq gedək. Sıraha gün getdim Əhmədli kəndinə, getdim qapısına. Bu dünyanı tutub durmayacaq və əmin də dünyasını dəyişəcək. Gəlin belə eləyək, Şahin, bizim bir dənə məhkəmədə olan nümayəndə ilə bağlı Şəfiqə xanım nümayəndəsi orada olmalıdır. Onunla əlaqə saxlayaq. Məhkəmənin qərarı bugün çox önəmli bir gündür hər iki ailə üçün. Ay Xoşqədəm, mən məhkəmənin qərarı təbii ki, hüquqi baxımda Şəfiqə xanım deyən kimi olacaq. Axı o işi həll eləməyəcək yenə. Bunlar bir araya gəlməlidirlər. O məhkəmənin Bunlar Allahın dinin imanını ortaya qoyub bir araya gəlməlidirlər. Bir şeydir, məhkəmənin həyətindəki görüntülərə baxanda bugün sabah ki getdiniz, məhkəmə saat 10-da olmalıydı da, səhv eləmirəmsə. 12-də təxirə salındı məhkəmə, geç saatlarda başladı. O təxirə saat 12-də bu ailənin o məhkəmənin qarşısındakı oturub gözləməsi ki var, mən başa düşürəm. O görüntüləri göstərin, qoyun tamaşaçılar da görsün ki, o məhkəmənin önündə nələr elədin sən qızım, bacım, o məhkəmənin önündə bax elə küncə sıxılıb ağladığın kimi gedib o hasarın qabağında küncə sıxılıb ağlayardın, gecələr evinə getməzdin. Mən bunu deyirəm, yoxsa səni tənqid, yaxşı ki tənqid dedin, dünən təhqir deyirdi. Bugün tənqid dedi, tənqid eləyirəm, bəli. Baxın bu görüntülərə. Bu görüntülərdən sən dayanmışsan məhkəmənin qabağında, gözləyirsən ki, məhkəmədən nə xəbər gələcək. Onu 9 il boyunca eləməliydin. Hətta sənə icazə, 6 ildən də sonra 6 il verib də, 3 il icazə verməyibdi. 3 il nə etdin? 3 il mən məhkəmələrdə qətnamələrim var. Heç müraciət eləmədiyim yer qalmayıb. Səsini verin, Şahin, səsini verin. Görün bu qız nə demək istəyir, nə deyir o? Necə ki, yanım dedi, susacıydım da, amma 3 il qabaqdan uşağımı götdülər, apardılar. Ekran başında əyləşən analar. Bax, bugünü gözünüzün önünə gətirin. Uşaqlarınızdan möhkəm yapışın, ərləriniz uşağı alıb əmisinə, dayısına, bibisinə verərkən o ərdən imtina edin. Çünki əri tapa bilərsiniz, amma uşağı tapa bilməyəcəksiniz. İllər sonra o uşağa cavab verə bilməyəcəksiniz. Dağılmış, paramparça olmuş, psixologiyası pozulmuş uşağa cavab verə bilməyəcəksiniz. Allah qarşısında günah qazanmayın. Qazanmayın. Biz hamımız yəni nə qədər mən qadınlar tanıyıram ki, uşağı qucağında mətbəələrdə işləyə-işləyə uşağını saxlayıb, yer süpürə-süpürə uşağını saxlayıb. Bu analara baxıb götürmək lazımdır nümunəni. Bu analara baxıb götürmək lazım. Yoxsa Tünzalə kimi ərə gedirəm. Gəl Tünzalə bura. Tamaşaçılar da bilsin kimlə gedir söhbət. Şahin, məhkəmənin qərarı ilə bağlı xahiş edirəm, əlaqə qurulan kimi məlumat ver. İki ailə üçün çox önəmli gündür bugün, əziz tamaşaçılar. Bugün qismət kimə veriləcəkdir? Məhkəmə son, ali məhkəmədə idi. Bilirsiniz, bugün artıq son qərar verilir. Aytəkin öz övladı qisməti istəyir. Mikail da 9 il baxdığı övladı istəyir. Yazıq Mikail. Yazıq Mikail. Əlbəttə Mikailin övladı. Böyütməkdir. Yazıq qadın. O yazıq qadın nə qədər acizəm sizin qarşınızda. Nə qədər günahkaram sizin qarşınızda. Düşdüm Xoşqədəm xanım, heç kimə yaxşılıq eləmək lazım deyil. Dağılırdı, ailəsi dağılıydı. Niyə qoydunuz ki? Niyə yaxşılıq elədiniz ki? Bildin? Sən niyə arvadı bədbəxt elədin ki? Niyə gözü yaxşı elədin ki? Sən bu millətin qabağına nə izdən çıxırsan ki? Nə izdən çıxırsan? Piləkənlərdə sənin arvadı sürüdülər orada, ali məhkəmənin həyətində. Nəyə görə elədin ki onları? Hüquqi həlli məhkəmə yolu deyil. Bunun hüquqi həlli yoxdur. Bu dədə-baba qaydası ilə, ağsaqqallarla, ağbirsəklərlə, bəlkə də Xoşqədəm xanımın iştirakı ilə, bəlkə də bu studiyada, bəlkə də başqa bir məkanda mən Mikailin evinə barışıq və sülh müqaviləsi ilə həll olunmalıdır. Ən azından əlindən öpmək üçün gedəcəm. Burada mənəm keçməz artıq. Siz də uşağınızı sevirsiniz. O kişi də sevir.
əlindən vermək istəmir. Yalnız ortaq məxrəcə gəlməklə siz o uşağın gələcəyini təmin edə bilərsiniz. Uşağın gələcəyini fikirləşib addımlar. Pastayanlı 1-3-4 gün çağırırdınız, görəydiniz ki, o Mikailin psixoloji gərginliyi var. Yəni deyir ki, Mikail başqa insanlara buradan narış deyir ki, Mikail qorxub gəlmir də, hər yox, başqa Mikail dünən verilişi idarə edirdi. Mikail imkan vermirdi. Mikail Tünzaliyə, ona, buna hamıya ağıl öyrədirdi burada. O nədir? O benim düzgünlükdür. Mikail'i çağırmışsınız bura, tərəf kimi. Şəfqə xanım, 17 il balası olmayan bir insandan gedir söhbət. Ya oturmalı. Gəlin burada faktliyi yaradaq. Çünki biraz sonra məhkəmənin qərarı elan olunacaq. Ədər Tünzalə də Səfər müəllim. Tünzalə də yaxşı bir ana deyir. İncimə Tünzalə. Analarının tərəfində olsam da deyəcəm. Tünzalə həyat, ikinci dəfə ailə qurur. Həyat yoldaşı inandırır onu, söz verir ki, mən sənin uşağına baxacam. Evlənəndən sonra deyir ki, uşaq bura gələ bilməz. Tünzalə nə edir? 3 yaşlı körpəni verir qardaşına. Aparırlar gəncəyə uşaq evinə və imtina edirlər o uşaqdan. İndi Tünzalə illər sonra Kənanı axtarır əziz tamaşaçılar. İzləyə o qısa xatırlatma. Kənan Niftaliyev, şəkil buradadır. Neçə nömrəli uşaq evinə qoymuşdu? Mən getmədim. Kim getdi? Mən qardaşım vardı. Yazıq uşaq. Özü ana başa düşən vaxtda uşağı aparıb qoyublar ora, imtina edir. Uşağın əşi. Qardaşım da bilmədən də onu qoyduğu yerdə. Tünzalə, onunla o son görüşünü mənə de görüm uşağı necə ayırdılar səndən? Qardaşımın ayağından belə yapışıb ki, burağına məni, 3 yaşında körpə. Xoş qədəm xanım, xahiş edirəm sizdən, çox xahiş edirəm, uşağı tapıb verin. Elin, dedik də, yəni, amma vəziyyət elədir ki, Tünzalə, ya da Tünzalə, neçə il keçib bu işin üstündən? Mikrofonu götür zəhmət olmasa. Dokuz il keçib. İndi o uşağın neçə yaşı var? 12 yaşın içindədir. 12 yaşın içindədir. Kənanın şəkili ekranda olsun. 12 yaşının içindədir. Anonsa çıxın. Skoros, dilini tutun da, dilini. Andrey 34 il sonra ailesiyle üz-üzə gəldi. Sən axtaramın anonsunu izlədiniz, əziz tamaşaçılar. Biləsiniz ki, bazar günü Sən axtaram olacaqdır. Sizin sevimli verilişiniz ailənizin kanalında saat 10'da mütləq izləyin. Və Tünzalə. 9 il keçib bunun üstündən. 9 ildən sonra biz Kənanı axtarırıq təbii ki. Görürsünüz, yenə gəlir benim... Burada da deyirik ki, belədir. Varsın, mən fikrimi deyim, sonra sən uşaq məsələlərinə baxan sən danışmalısan. Məsələ ondadır ki, buna heç ana demək olmaz. Ana sözü bundan yan keçməlidir. Niyə Şəfiqə xanım? Niyə? Ona görə ki, özünün yaxşı yaşayışı üçün, öz məhəbbəti üçün, öz sevgisi üçün, kişinin xatirinə uşağı aparır verir və özü də utanmaz deyir ki, uşaq və özü də deyir ki, uşaq mənim qardaşımın ayaqlarına yapışdı, yalvardı ki, məni aparıb verməyin. Körpə uşaq, deməli dayıdımı, kimdimi, ayağına yapışır, yalvarır, məni aparıb verməyin. Kənanla bağlı xəbərimiz var, əziz tamaşaçılar. Şükür Allah'a, şad xəbər olsun. Suallarım da olacaqdı sənə. Təbii ki, suallarım da olacaqdır Tünzalə. Heç axtarmaq lazım deyil. Xəbərimiz də var. Bəzi mənim suallarım var Tünzaləyə veriləcək. Aytəkinlə də bağlı xahiş edirəm Şahin əlaqə quraq artıq. Amma mən sponsorlardan sonra Aytəkinlə bağlı biz bilək ki, qərar nə oldu, məhkəmə kimin xeyrinə qərarı verdi. Bu son məhkəmədir, əziz tamaşaçılar, biləsiniz. Baş sponsorumuz Medera Hospital. Verdinmi? Verməzdim, post görüş versin. Mikrofonu yaxın tutun. Yox, verməzdim. Post görüş versin. Neçə il bundan qabaq?
düşünməmisiz. Bu gün amma o kimə görə imtina etmisinizsə o da yanınızda deyil. Düzdür? Nazlı xanım, egoları rol oynayır da. Könül Kənanına qovuşacaqmı? Aytəkin qismətinə qovuşacaqmı? Hər iki qadının taleyində bu faciəni və bu bədbəxtliyi yaşadan bir kişinin rolu var, əziz tamaşaçılar. Reklamlara ayrılırıq. Gərgin anlar yaşanır ki, 2 gün burada. Yaxşıdır. Yaxşı, bilirsiniz necədir? Yəni, bax indi... Bax, o bığı-bırma əri var ya, müsəlman kişisi. Kişilər. Kişilər, hə. Müsəlman kişilər. İndi o əmsidir, məsələ burasındadır ki, söhbət eləyir. Yəni, sən əmisən da, indi görürsən vəziyyət belədir, o da sənin balondur da. Bir şey şeyx, mən bir şey deyim də, yəni heç bir qadın uşağını atmaz. Heç bir qadın evini tərk etməz. Heç bir qadın ərindən boşanmağı istəməz. İnanın mənə, mən qadın olduğum üçün bu sözləri demirəm. 7 il keçirir. İlk bax belə sosial proyekti yaradan bir insan kimi sizə deyirəm. Yüzlərlə, minlərlə, 10 minlərlə insan talihlərini varaqlamışam. Və bunun böyük əksəriyyəti, böyük faizi qadınlarla bağlı olubdur. Bəli, böyük. Mən nə gördüm? Qadınlar sıxışdırılıb, vurulub, əzilib, o zaman evi tərk ediblər. Bəli, Aytəkin ana kimi yenə deyirəm, orada o məhəllədə qalmalıydı, yatmalıdır. Amma Aytəkin hamı elə olmur ki, iradəli olmur ki. O da var. Ancaq Aytəkin o vəziyyətə salan kimdir? Əmsinin atası. Kişi, yox, həyat yoldaşı. Tünzaləni bu vəziyyətə salan kimdir? Xeyr. Özü deyil. O kişi lazım deyildi. Şəfiqə xanım xoşbəxt olmaq istəyir. Xoşbəxtlik olmadı, bədbəxtlik oldu. Uşaq evində imtina edərək bir kişi ilə əldə edilirsə, azar olsun o xoşbəxtliyə. Bir ana sürən böyük xoşbəxtlik onun evladıdır. O gələcəkdə böyütdüyü, gördüyü, görəcəyi evladıdır. Niyə gülümsünürsünüz? Səhv mi deyirəm? Gülümsünür elə. O heç olmasa ağlayır uşağından ördü. Nə əldə etdiniz? Hanı ikinci həyat yoldaşınız? Hər bir qadının kişiyə ehtiyacı var, ailəyə ehtiyacı var, hər bir evladın ataya ehtiyacı var, hər bir evin böyüyə, rəhbərə ehtiyacı var. Amma evladlarınızı əzərək, ataraq yox. Bu ailə modeli deyil. Adım atmadım ha. Mən düşündüm ki, ailə quracağım, evladımı da saxlayacağım. İmtina eləmək nə deməkdir? Allah'tı da məni Allah'tı. Kim aldattı? Kim aldattı? Qardaş, bu imtina nə olduğunu bilmədi. Uşağı internetə verməyi bilirdi mi? Bu sözü dünən də işlətmişəm. Xoşqadan var. Sonra deyirlər ki, kobud davranırsınız, qışqırırsınız. Mən uşaqlarla işləyirəm. Uşaqlarla, atılmış uşaqlar mən birinci səfərdə elə görürəm. Ana uşağını atır. Qardaş, bu imtina olduğunu bilmirdi. Niyə ər nədir bilirdi, uşaq nədir bilmirdi? Bir saniyə. Bu uşaq idi o qoyulan da uşağı. Bir saniyə. Uşaq oldum, ayda uşağını qəbul edirəm. Mən da ailə qurdum, inandım. Baxın, uşağım ki, uşağımı da saxlayaram. Uşağını qəbul edirsə, uşaq nə gəzirdi uşaq evində? Etmədim, ailə quransa uşağımı qəbul etmədi. 3 il anam saxladı. Uşaq niyə internetdə anam da saxlamadı ki, qızım saxlaya bilmirəm uşağını. Uşağını da götürüb çıxardın. Bir dəqiqə, Asi, bircə kəlmə mənim sözüm var. Uşaqlığı qəbul eləmədi ki. Qəbul eləməyəndən sonra neçə il onunla bir yerdə yaşadın? Niyə yaşadın 9 il? Onda uşaqlarım var, mənim 2 uşağım var idi. Nə olsun 2 uşağım var idi? Bəs sən dedin ki, məni Allah'tı dedi, uşağıma baxacaq, apardım, qoydum. Uşağı istəmədi, 9 ildə onunla bir yerdə yaşadın. Niyə yaşadın? İnandım da o insana inandım. Şəfiqə, bir saniyə, xahiş edirəm, bir dəqiqə, bir saniyə, bircə saniyə, xahiş edirəm ekspertlərimizdən, bircə saniyə susaq. Tünzalə, o imtina ərizəsini kim verib? Nə? Siz özünüz yazdınız da? Yox, özüm yazdım. Kim yazıb? Xahiş edirəm, bacısı danışsın, o danışa bilmir, nə bilirsiniz? Danışın. Özür istəyirəm, xahiş edirəm ekspertlərimizdən, tamaşaçılardan. Qol çəkdim. Kim verdi o kağızı sizə ki, siz qol çəkdiniz? Valla, bilmirəm, kim idi onu verəm? Xoşqadan xanım. Necə yəni, kim gətirdi o kağızı verdi sizə? Danı başqasına atacaqlar. Biz bilməyək. Yalan borcumuz var Şəfiqə xanım. Bəli. Bir saniyə, xahiş edirəm ki, icazə verin, mən bu fikirləri, bu suallarımı verim. Çünki söhbət bir uşağın taleyindən gedir. Kənan Niftəliyev axtarır, Tünzalə xanım. Tünzalə. Uşaq qoyulanda mən burada yox idim, Xoşqadan xanım. Mən özüm xəstəxanada işləyirdim onda, semində idim. Bir də eşitdim ki, uşağı aparıb qoyublar, qardaşım aparıb qoyub. Qardaşım aparıb. Mən özüm həmən günü pis hiss elədim, o qədər ağlamışım uşaqdan ötəri. Sadəcə mənim yoldaşım icazə vermədi uşağı götür saxlamağa.
Dedi, atası var, atası aparsın, saxlasın. Yaxşı, ondan sonra sənin həyat yoldaşınla münasibətlərin necə oldu Tünzalə? Pis. Xoşbəxtçilik görmədi ki bu. Xahiş edirəm. Xoşbəxtçilik görmədi bu uşaq. Həmən yoldaşından xoşbəxtçilik görmədi. Alt üstə oldu bunun həyatı. Bunun həyatı belə gətirir. Uşağın ahı bəs qoyardımı sizcə? Yox, yox. O uşağın ahı tutub da bu anı. Yox, bəli, bəli. Ah, Bəli. ah ki var ha. Bax bilin, təkcə analar bu uşaqlarını atanlar üçün deyil. Başqasına pislik edənlər, quyu qazanlar. Təbii. Bilin ki, məzlumun ahı heç vaxt yerdə qalmır. Baxın, bir ana oradaydı, gördünüz, Allah necə cəza veribdi. İnciməyin bu sözləri dediyimə görə. Bir ana da burada olub. Bir kişiyə görə xoşbəxt olmaq üçün ailə qurdu, əziz tamaşaçılar. Amma o uşağın ahı qoymadı ki, bu qadın o ailədə xoşbəxt olsun. Xoşqədəm xanım, absurd məsələdir. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmayın. Xoşqədəm xanım, imza attığım kağızı deyil bilmirdim. Bəs sənin ürəyindən atdığı imza bir ana imzası, ana məntiqi, o necə imza atdı ora? Aydındır, xahiş edirəm, dayanın. Çünki Tünzaləyə Kənan Niftəliyev axtarır, şəkil ekrandadır əziz tamaşaçılar. 9 ildən sonra imtina etdiyi uşağın axtarışı üçün Tünzalə buradadır. Burada mən görürəm mənim könülümü. Bütün tamaşaçılar soruşur, otur könül. Nə oldu uşağın taleyi? Nələr edəcəksiniz? Biraz sonra açıqlayacağım onu. Mən İrandan gələn qonaqlarımız var. Londonda öz oğlunu axtarır. Mən təşəkkür edirəm. Təbrizdən bizi izləyən, İrandan bizi izləyən bütün tamaşaçılarımı salamlayıram. Bütün tamaşaçılarımı salamlayıram. Buyurun. Mənə hədiyyə gətirmişsiniz. Dünən həyəcanlanıb yəqin verməmişsiniz. Fikrimizdən çıxdı. Çox təşəkkür edirəm. Görüm nə göndərmişsiniz. Ay Allah. Bütün bu studiyada həmişə yaxşı şeylər olsun. Belə şirin şeylər, nədir, nə bilim özüm, şirniyyatlar gətirsinlər bu studiyaya. Buyurun. Oğlunuz deməli Londonda itiribdir, əziz tamaşaçılar. Londonda, neçənci ildə gedib Londona? 8 ildir. 8 ildir Londona gedib. Adın, soyadın deyək? Əbülfəz Oruci. Əbülfəz Oruci. 8 ildir gedib, 4 il təmasımız olub, işləyib, pul da yollayıb, danışmışıq da, zəh də vurub. Amma 4 il deyil, nə bizə zəh vurur, nə biz tapa bilir. Kağıza da hər zadı yazıb vermişəm, Tehranda. Axtarışlarımız gedir, artıq Səni Axtarıramın kollektivi bu axtarışları deməli aparır. İcazənizlə mən keçim. Burada bir xanım da var. Xəstə uşağı əri tərəfindən ananın əlindən alınıbdır, əziz tamaşaçılar. Xoşgədəm xanım, uşağım xəstədir, bu dəqiqədə ağır vəziyyətdədir. İranda müalicə götürürdü, atası tərəfindən əlimdən alınıb. 6 yaşına qədər yerimir. Mən onu kürəyimdə sağlamışam, yerimir. Uşaq ifləcəm. Ağlamayın xanım, elə danışın ki eşidək. Xahiş edirəm, onsuz da 2 gündür mənim ürəyim paramparçadır. Siz deməli həyat yoldaşınız, axtarış araşdırmalarımız gedir, hə Jalə? Sizin müraciətinizlə bağlı araşdırmalarımız gedir. Bircə dəqiqə mənə əməkdaşlarımız məlumat versin, sonra qayıdacağım sizin məsələnizə. Məqsəd müəllim, Məryəmlə bağlı telefon xəttində olmalıdır. Məqsəd müəllim, xoş gördük sizi. Alo. Məryəm müəllim, üzr istəyirəm, özüm də çaşdım. Məryəmin atası telefon xəttindədir. Məqsəd müəllim, xoş gördük sizi. Xoş gördük, salam əleyküm. Məqsəd müəllim, mən başa düşürəm, anlayıram, siz çox belə həyəcanlısınız. Çünki bilirsiniz ki, əziz tamaşaçılar, Məryəmlə bağlı yenə Türkiyədən xəbər gəldi. Və hal-hazırda Məqsəd müəllim Türkiyədə Məryəmlə bağlı nələr oldu, nələr olacaq, o haqda danışacaq. Məqsəd müəllim, mən sizdən çox üzr istəyərək sizlə xəbərlərdən sonra danışacağım. Çünki indi bizə əməkdaşlarımız deyir ki, xəbərləri izləməliyik. Xəbərlərdən sonra eyni zamanda əziz tamaşaçılar, artıq Aytəkinin məsələsi ilə bağlı məhkəmənin qərarı var. Onu da izləyəcəksiniz. Xəbərlərə ayrılaq.
Önce məlumat verim ki, bazar günü saat 10'da olur, bəzən 5 dəqiqə, 3 dəqiqə o tərəf bu tərəf olur. Amma bazar günü saat 10'da oturursunuz ekranların başında, ailənizin kanalına baxırsınız. Çünki Səni Axtaram sizin sevdiyiniz proqram olacaq və qeyd edeyim ki, nəhayət ki 34 ildən sonra Andrey öz yaxınlarına qovuşacaq və o görüntülər izləyəcəksiniz. Minvoda özüm getmişdim, o çəkilişi izləyəcəksiniz. O cümlədən Şöhrətdin. Qardaşı Təbrizi axtarırdı Şöhrətdin. Şöhrətdin nələrlə qarşılaşdı? Bütün bunların hamısı bazar günü sevimli verişinizdə olacaq. Bu belə. Biz xəbərlərə ayrılmadan öncə Məqsəd müəllimlə deməli danışırdıq, amma belə deyək, xəbərlərə görə biz dayandırdıq danışımızı. Hal-hazırda Məqsəd müəllim xəttədir, əziz tamaşaçılar. Məqsəd müəllim öz qızı Məryəmi axtarır. Sadıqova Məryəm, Məqsəd qızı günlərlə, həftələrlə o ailə bu studiyada göz yaşları tökdü. Məryəmlə bağlı çox məlumatlar almışıq, axtarışlarımız gedir və hər zaman demişəm, yenə deyirəm, biz Məryəmi tapacağıq. Məqsəd müəllim, xoş gördük. Bir daha xoş gördük sizi. Çox üzr istəyirəm, xəbərlərə ayrıldım. Məqsəd müəllim, mən bilmək istəyirəm ki, deməli, mənim xəbərim var. Məryəmin yaxın rəfiqələrindən biri də məktub yazıbdı. Məryəmin Türkiyədən Kocaelindəyəm, oradan İstanbula gəlirəm deyə bir mesajı bizə də gəldi, çıxdı. Sizin bundan xəbəriniz var? Bəli, biz bu barədə məlumat almışıq. Almışsınız artıq məlumat və mənim bildiyimə görə artıq Türkiyəyə uçursunuz. Bəli, mən sabah Ukraynadan Türkiyəyə yola düşürəm. İnşallah Məqsəd müəllim, mən o qədər dua edirəm ki sizə, bütün ailəmiz, bütün tamaşaçılar, bütün Məryəmin bu belə deyək axtarışı üçün bizə dəstək verən, bizə kömək etmək istəyən bütün tamaşaçılara dərin təşəkkürümü bildirirəm və onların da duaları sizinlədir. Biz Türkiyəyə siz çatan kimi sizinlə də əlaqə saxlayacaqlar, bizim əməkdaşlarımız var orada. Nə deyirsiniz Məqsəd müəllim, Məryəm orada da mı sizdən qaçacaq? Yox, inanmıram. Nə bilim, baxır indi vəziyyətə. İnşallah indi Ukraynadan Türkiyəyə yola düşürəm, məlumatları mən sizə verəcəyəm və xahiş edirəm, bu vaxt ərzində siz də burada yəni Məryəmin axtarışlarını dayandırmayasınız. Məqsəd müəllim, mən öldüyüm günə qədər, Məryəmi tapana qədər bu axtarışdan əl çəkməyəcəyəm. Tamaşaçılar da bilir, əgər mən bir sözü verdimsə, ölərəm, o sözdən geri dönmərəm. Bu da mənim ən mənfi cəhətimdir, çünki bax, bu məsələlərə görə həmişə başım ağrıyır. Çox təşəkkür edirəm. Məryəm Sadıqova Məqsəd qızı axtarılır. Mən Məqsəd müəllimə yaxşı yoldayım və ümid edim, arzu edim, Allahdan diləyim ki, ata, ana öz qızına qovuşsun. O gözü yaşlı, o mədəni, ziyalı qadınımız öz balasına qovuşsun. Az insaflı olar. Siz gördünüz ki, dünən Şəfiqə Nağıyeva Aytəkinin müdafiəsinə getmirdi. Mən evdə onun qarşısında diz çöktüyümə görə atam tərəfindən danlanıldım. Buna baxmayaraq o riski etdim. Onu heç belə utanmadan, heç nədə, yəni heç bir şeyi gözümə almadan ana üçün, Aytəkin üçün etdim. Çünki mən anayam. Mənə görə nə olursa olsun, övlad ananın yanında olmalı. Bu başqa bir şey. Və qeyd edeyim ki, bu qədər tamaşaçılar var, bəzilərinin işini Şəfiqə xanım aparır. Bax, Könül, qalx ayağa. Sənin işində burada Şəfiqə xanımdadır, Rusiyada da indi elan edəcəm, vəkil tutmuşuq. Yox, Könül, hələ Elnurəni demirəm. Səndən pul alıb Şəfiqə xanım? Almayıbdır. Yazırsınız ki, Şəfiqə xanım görəsən Mikaildən nə qədər, Aytəkindən nə qədər pul aldı. Bu qadının pulu olana oxşuyur. İnsaf. Və bizə danışa gələnlərin heç birindən müdafiə etdiyi heç bir kəsdən 1 manat bu günə qədər almayıbdır bu qadın. Və mən almasını da heç qoymaram, o özü də almaz, amma mən də burada hansısa vəkil olubsa işi verirəm, deyirəm ki, onlar bizə gəlibsə biz kömək eləyək. İctimai əsaslarla Şəfiqə xanım onlara kömək edir, gəlin alqışlayaq, belə etməyək. O artıq bizim komandanın bir üzvüdür. Etmək lazımdır. Ona görə bu xanımın işini götürdüm ki, Aytəkin xanımın. Birincisi, siz məndən xahiş elədiniz ki, mən sizə çox istəyirəm həqiqətən. İkincisi, ona görə ki, bu
cəhalətin qurbanı olub. Cəhalətin Bu ərinin qurbanı olub və tamaşaçılar bilmədilər ki, 20 dəqiqə, 10 dəqiqə bundan qabaq bu qadının dili getdi və huşunu itirdi balasına görə sürüyüb çıxartdılar bunu buradan çölə. Mənim yazığım gəlir ona, onun üçün mən bu işi edirəm. Cəhalət hal-hazırda bizim millətin, bizim xalqın içində davam edir. Yox, yəni biz belə deməyək, bəzi ailələrdə, bəzi ailələrdə bu olmamalıdır, bu olmamalıdır. İnanın Azərbaycan xalqı üçün xarakterik şey deyil, amma var da. Var, yəni kişini eşidir, amma eləsi də var ki, kişini eşitmir. Nişanə qaçıb anasını da dəvət eləmişik, xəbərimiz də var. Gəlsin Nişanənin şəkili, yeri gəlmişkən deyirəm, mən. Qaçıb İsayeva Nişanə Abbas qızı. İndi Aytəkin də qaça bilərdi evdən, amma Allah eləməsin ki, Aytəkin o şəkildə qaçsın. Mən Aytəkinin işi ilə əlaqədar əlaqə saxladım nümayəndəmizlə. İndi mən xəttə, yəni Aytəkinlə də bağlı artıq Aytəkin mikrofonu götür. Aytəkin, xəbər var sənə. Dünən və bugün ancaq dedim ki, mən xalqımdan kömək istəyirəm. Nədənsə səhvlərinizi eləyirsiniz, sonra xalqdan kömək istəyirsiniz, hakimdən kömək istəyirsiniz. Tünzalə də burada oturubdur. Şahin, teşlə danışmayacağım, həyat yoldaşın hanı? Niyə çıxmır ki üzə? Çətindir, hə, onun bu xəbəri eşitməyə. O, neçə il əvvəl bu xəbəri eşitmək üçün qol çəkib də. Öncə o gəlsin, otursun. Gəl, otur. İstanmışın yağışdan qorxusu olmur, gəl. Gəl, otur. Yəni, bu xəbər bu qədər səni üzəcəksə, bilmirəm hansı bir xəbəri hal-hazırda mənə verəcək bizim nümayəndəmiz, çünki mən əlaqə qura bilmədim. Başım burada qarışıq idi, Aytəkinə qarışıq idi. Xəbərlərə ayrıldıq o vəziyyətdə, reklamlara ayrıldıq o vəziyyətdə. 2 gündür çox gərgin anlar görür. Özə tamaşaçılar, mən sizə deyim ki, yüzlərlə tamaşaçı Ukraynadan, Rusiyadan, İrandan, Türkiyədən insanlar dayanmır. Yəni, müxtəlif belə haçalanıb fikirlər. Tünzalə, niyə ağlayırsan? Mikrofonu götür. Götür mikrofonu, Tünzalə. Bilirəm ki, çox peşmansın. Buradan oğluna deyəcək bir sözün varmı? Çox peşman olmuşum. Mənə bağışlasın. Mən də anlandım. Anlatdılar məni. Mənə deməyiblər. Yazdırdılar ama buna bu bilmədi. Bir dənə qol çəkdiyinin nə olduğunu bilmədi. Sonra sizin səmiyyətinizə inanmırıq. Hərə bir tərəfdən dedilər daha o səndən yaxın. Nəsə gizlədirsiniz burada. Sonuncu dəfə uşağımla görüşdüm, dedi, yox. Baxsaydı bir bağına, deyirdi, mənim balam, əlimdən gedir. Valla demədilər, mən uşağına Şəfqət demədilər. Dedilər, ana o. Saxlayır dayının ayağından ki, məni verməyin. Dayı uşağı əlindən alır, ayağından çəkir, aparır, verir. Və yazırsınız ki, uşaqdan imtina, niyə ağlayırsınız? Siz ağlamalı deyilsiniz. Mən düşündüm ki, uşağıma saat çıxacam, uşağımı saxlayacam. Sonra da gəlirsən, 9 il həmin kişi ilə bir başqaslığa qoyursan. Hansı ki sənin uşağını istəyir? Olar ki, Səndə vicdanını sızladı mı görmədiyiniz evladınıza görə? Bir dənə bu sualma cavab. sızlayır ana. Qardaş, həmişə sızlayır bu ana. Sızlaması bura gəldi, çıxanam mən. Yo, bura gəlmək artıq Bir ailəmizin saniyə, Səfər dağılmasıdır. müəllim, buyurun, buyurun. Valla mən həmişə istəmişəm, yoldaşım qoymayaq məni. Ailə vəziyyəti, ata evində ailə vəziyyəti çox ağır olub. Uşağa baxan faktiki olmayıb. Bu ərə gedəndən sonra uşağa baxan olmayıb. Heç kim nəvini çili bilmir. Nə olub, nə olmadığını. Uşaq ortalıqda qalıb. İndi bu sahədə uşaq alveri ilə bağlı çox ciddi biznesmenlər peyda olublar. Onlar bu alışverişlərə o qədər belə müxtəlif donlar geydirirlər. Orada əl qızdırırlar. Amma belə faciələrə Aydındır, Səfər müəllim. Mən bir saniyə. Siftəliyev axtarır. 9 il əvvəl Tünzalə Gəncə uşaq evinə, heç uşaq evinin də adını bilmirdilər. Gəncə uşaq evinə qoyulub, əziz tamaşaçılar, bu uşaq 3 yaşında. 3 yaşında. Aytəkinin məhkəməsi ilə bağlı xəttə Şahin qoşaq. Amma ona qədər, bəlkə sponsorları tez oxuyum. Deməli, biz bağlanaq bizim Aytəkin və Mikailin məhkəməsi ilə bağlı əziz tamaşaçılar, bizim nümayəndəmiz. Nələr oldu? Qismət kimdə qalacaq?
Xəttə bağlayaq Şahin. Bilmirəm, hansı xəbər olacaqdır. Bəli, mən uşağın anada qalmasını istəyirəm. Amma Mikail üçün ürəyim döyünür, qəlbim ağrıyır. Yazıq Mikail. Ayrılaq, ayrılaq. Reklam, hə Şahin? Reklamlara ayrılmalıyıq. Şahin! Xəttə idi bizim, deməli, nümayəndəmiz Aytəkin və Mikail'la bağlı. Bugün qismətin taleyi həll olunurdu Ali Məhkəmədə əziz tamaşaçılar. Alo. Alo. Xoş gördük. Qərar. Xoş qədəm xanım. Axşamınız xeyir. Məhkəmə hər iki nümayəndənin iştirakı ilə baş tutdu və hal-hazırda məhkəmə bitibdir. Məhkəmənin qərarı isə məhkəmə təxirə salındı. Nə vaxta kimi? Növbəti ayın 10-na kimi. Yəni, yanvarın 10-da məhkəmə olacaqdı. Bu, bəli. Təxirə salınıbdı. Mənə elə gəlir ki, bu çox yaxşı bir haldır. Mən təşəkkür edirəm bizim Əhməd müəllim idi deyəsən orada hakim həş. Mən çox təşəkkür edirəm. Çünki yenə deyirəm ki, övladı alıb anaya da vermək olar, Mikail da ola bilər olsun. Amma söhbət 9 yaşlı uşağın taleyindən gedir. Söhbət 9 il o uşağa baxan Mikail'dan gedir. Söhbət əri tərəfindən əmiyə verilən o uşağın anasından gedir. Mən barışığın tərəfdarıyam. Məncə bu şansdır. Məncə bu məhkəmənin təxirə salınması böyük bir şansdır. Mən Əhməd müəllimə çox dərin təşəkkürümü bildirirəm ki, bu Naxçıvandan yazılmış bir dəqiqə. Üzr istəyirəm Şəfiqə xanım. Mən bu sözü deyim, Naxçıvandan yazılmış bir fikirlə razıyam ki, o deyir ki, o ağsaqqal kişidir. Qoy bu onun evlatları olsun, o da onun nəvəsi olsun. Hamısı bir yerdə yaşasın və mehriban olsun. Ancaq barışığın tərəfdarıyam burada. Ancaq barışığın. Bəli, mən Aytəkinə verilməsini istəyirəm uşağın, amma Mikail'dan da o uşağın ayrılmasını istəmirəm. Bu nə zaman olacaqdır ki, bir yerdə onlar barışığa gələcəkdilər. Qismət də o ailədə sakit böyüyəcək. Aytəkin, gəlin Mikail'a müraciət edək hamımız. Mən gedəcəm. Bu həftənin sonu Mikail müəllim məni qapıdan qovsa da o qapıya gedəcəm Aytəkin, sənin üçün gedəcəm. Bu barışıqla həll olunmalıdır. Bizim bölünəcək heç bir şeyimiz yox. Xahiş edirəm, o ailələr arasında, nəsillər arasında, ər-arvad arasında, ata-bala arasında axı bölünəcək heç bir şey yoxdur. Niyə biz öz egomuzu, ambisiyalarımızı, niyə biz axı istəklərimizi boğa bilmirik? Niyə? Nəsə demək istəyirdin sən? Dedin ki, mən müraciət etmək istəyirəm. Nə müraciət etmək istəyirsən? Buyur. Mən ananın əlindən öpürəm ki, xahiş edirəm. Necə? Uşağa demərəm ki, mən onun anasıyım. Onun anası odur. Anası tərəfindən uşaq evinə qoyuldu. Bugün ana studiyaya gəlib öz övladını axtarır. Burada tamaşaçılarımız, mən Tünzalə xəbərim var sənə. Tamaşaçılarımıza dərin təşəkkürümü bildirirəm. Soyuqda, qarda bilmədən gəlirsiniz bura. Ailənizin kanalına gəlirsiniz. Dərdlərinizi, sərlərinizi bizimlə bölüşməyə çalışırsınız. Minnətdarım. Mən buradan hər kəsin adından təşəkkür edirəm Cahid bəyə. Əllərinizi qaldırın, baxın, görüm neçə nəfərdir Cahid bəyin yana. Mən demədim alqışlayın. Neçə nəfər gəlibdir burada. Haradasa bir 5-6 nəfər var. Xahiş edirəm bizim əməkdaşlarımızdan qeydiyyatdan keçsinlər. Jalə, onları biz bir sənətlə göndərəcəyik Cahid bəyin yanına. Bu arada 5 nəfərin əməliyyatı 2 həftədə yekunlaşdı. Və xahiş edirəm o görüntünü göstərək Şahin. Yadınızda burada bir Rus qadın vardı, balaca uşaqla gəlmişdi. O görüntü varsa bizdə Şahin. Deməli, o balaca uşağın artıq keçən həftə əməliyyatı yekunlaşdı. İkinci gözünün əməliyyatı yekunlaşdı. Uşaq doğularkən gözləri görmürdü əziz tamaşaçılar. Artıq bizim balaca balamızın, gəlsin o görüntülər əgər mümkünsə, deməli, bizim o balaca balamızın gözləri artıq açıldı. Gəlsin bizim görüntülərimiz.
Belə xeyir işlər görəndə insan necə sevinir. Vasitə ki, mən yenə deyirəm, mən kiməm ki, mən bu studiyada verilişi aparıb sizin səsinizi, Xəzərin verdiyi imkanlar sayəsində sizin səsinizi harasa çatdırıram. Xeyirxalq insanlara çatdırıram, onlar da sizə kömək eləyir. Minnətdaram. Və bax, o balaca uşaq, əziz tamaşaçılar, niyə ekrandan biz çəkdik onu, ay Şahin? Deməli, qalsın ekranda stop kadrla saxlayın. Deməli, artıq əməliyyat olubdur. Bizim balaca balamızın gözləri açılıbdır. Xəbəriniz olsun ki, bizim ilin sonu üçün siz onların hamısını bu studiyada görəcəksiniz. Təşəkkür edirəm bizim gözəl doktorumuza. Allah Cahit bəyin canını sağ eləsin. Və Narınc xanım üçün gələnlər vardı. Psixoloji uşaqlarla bağlı gələnlər vardı. Kimdir onlar? Yəni, bir neçə nəfər gəlmişdi. Narınc xanım, mən çox təşəkkür edirəm. Çox təşəkkür edirəm ki, siz bizim göndərdiyimiz, deməli, buradan insanlara baxırsınız, uşaqlara baxırsınız. Yenə də bir 6-7 nəfər göndəririk sizə. Bugün elə studiyadadılar, çöldədir, uşaqları özüm buraxmamışam efirə. Onlarla bağlı və mən istəyirəm ki, ayın sonunda biz yeni illə bağlı bir aksiya keçirək. Pulsuz olacaqdır, nitq qüsuru olanlar, autizm, kəkələmə, sonra başqa davranış pozuntusu, yaddaş pozğunluğu. Bütün bunlarla bağlı müraciət edin, indidən qeydiyyatdan keçin. Çünki ilin sonunda, yəni növbəti həftə, bəlkə də növbəti həftəyə böyük bir aksiya eləyəcək. O aksiyada mən də iştirak edəcəm, həmişəki kimi gələcəm. Nə yaxşı ki, varsınız, minnətdaram sizə. Əlimizdən gələn deməyə hazır. Yaxınlarını axtaranlar var. Burada dünən də mən söz vermişdim. Yaxınlarını axtaranlar var. Siz deyəsən yenə, siz o yaxınınızı axtardığınızla bağlı məlumatı verin yuxarı. Çünki siz danışa bilmirsiniz. Nişanənin şəkili ekrana gəlsin. Nişanənin şəkili ekrana gəlsin. İsayeva Nişanə Abbas qız axtarılır. Təranənin şəkili ekrana gəlsin. Ağayeva Təranə Polad qız axtarılır, qardaşı studiyadadır və Məryəm Sadıqov axtarılır, əziz tamaşaçılar. O cümlədən İrandan, Təbrizdən gəlib axtarış üçün bizə müraciət edib, öz oğlunu Londonda axtarır xanım. Sən axtarıram qruppası artıq axtarışa başlayıbdır, xəbəriniz olsun. Xəbəriniz olsun, yəni o axtarış gedir. Artıq Məqsəd müəllim yola düşür Türkiyəyə. Birinci gün Məryəmin anası da studiyada olacaqdı. Çox şeylər açılacaqdı. Biz Məryəmin izinə düşmüşük, əziz tamaşaçılar. Mən ümid edirəm və inanıram ki, növbəti həftə Məryəm öz yaxınları ilə görüşəcəkdir. Hər halda mən buna ümid edirəm. Övladları əlindən alınan analar, hətta atalar. Neçə illərdir qızını görməyən Elxan burada əyləşibdir. Çox təəssüf, Tünzalə. Atanın əlindən ana uşağı alır, ana öz uşağından imtina edir. Tünzalə, sənin övladın övladlığa verilibdir. Uşaq övladlığa verilib, əziz tamaşaçılar. O artıq bir sirdir, Tünzalə. O övladlığa verilən bir uşaqla bağlı mənim burada o sirri açmam qeyri-mümkündür. O sirri kim aça bilər, Şəfiqə xanım? Yalnız onu götürən şəxslər aça bilər. Açacaqmılar o sirri? Onlar Kənanı illər sonra anasının yanına gətirəcəklərmi? Deyəcəklərmi ki, al, sənin atdığın, imtina etdiyin bu uşaqdır.